3 rəqəmi ilə göstərilən meyvənin hissəsi. Çəyirdək meyvə şəkildə təsvir olunubdur və 3 rəqəmini soruşur bizdən. Görək hansıdır? Çiçək yatağının iştirakı ilə əmələ gəlir. Çiçək yatağının iştirakı ilə əmələ gəlir 3 rəqəmi. Bax görək, deməli burada 3 rəqəmi ilə nə göstərilir? 1 rəqəmi ilə göstərilən təbiidir ki, toxumdur. Toxum olduğunu bilirik. 2 rəqəmi ilə göstərilən meyvə yanlığın xarici qatıdır. Xarici meyvə yanlığı deyirdik biz buna. 4 rəqəmi ilə göstərilən meyvə yanlığın orta qatıdır. 3 rəqəmi ilə isə meyvə yanlığın daxili qatıdır və buradan çəyirdək yaranır. Bilirik ki, çəyirdəyi göstəriblər burada. Daxili meyvə yanlığıdır. Tamam, çiçək yatağının iştirakı ilə əmələ gəlir. Xeyr, yumurtalıqdan yaranırdı. Ötürücü toxumaya aiddir. Xeyr, ötürücü toxuma deyildi. Çiçək yanlığının iştirakı ilə əmələ gəlir. Çiçək yanlığının iştirakı ilə yaranmır bu. Çünki yumurtalıqdan yaranırdı. Yumurtacığın hesabına əmələ gəlir. Xeyr, yumurtacıqdan toxum yaranırdı. Yumurtalığın divarından əmələ gəlir. Bəli, yumurtalığın divarı düzgün cavabdır. Daxili hissəsidir ki, oradan da çəyirdək yaranmış olacaqdır.